Salam dəyərli izləyicilər, mən Vəfa müəllimə. Bugün də sizinlə 6-cı sinif Rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyinin 66-cı səhifəsinin tapşırıqlarına baxacağıq. Daha doğrusu yeni bir mövzumuz var, əmr və loğman mövzusudur. Lakin biz mövzuda keçməmişdən öncə tapşırığını yerinə yetirək və sonra çox bir maraqlı mətnimizlə tanış olacağıq. Aşağıdakı cümlələri oxuyun, fərqləndirilmiş sözlərin mənasını təxmin edin. Hansı nümunələrdəki sözlər bir-biri ilə sinonimdir? Sinonim sözlər hansı sözlər idi? Xatırlayaq, sinonim sözlər yaxın mənalı sözlər idi. Gəlin cümlələrimizi oxuyaq. Bənnasız hörgü hörülməz, təbibsiz xəstə dirilməz. Köroğlunun Ərzurum səfərindən bir nümunə göstərilibdir. Hipokratı təbabətin atası adlandırırlar. Həkimlərin dediyinə görə Atabəyin ciyərləri soyuqlamışdı. Bu da Məmməd Səid Ordubadinin əsərindən bir hissədir. 4-cü cümlə. Ziba məşhur həkim idi. Tibb sahəsində yenilikləri ilə tanınırdı. Gəlin burada qara hərflə fərqləndirilmiş, tünd rənglə verilmiş sözlər baxaq, hansı sözlər bir-birinə sinonimdir. Təbibsiz, xəstə sağalmaz, dirilməz. Və burada birinci cümlədəki təbibsiz sözü, üçüncü cümlədəki həkimlərin sözü ilə sinonimdir. İkincidə təbabətin atası və tibb sahəsi. Təbabətlə də tibb sözü bir-birinə sinonim olan sözlərdir. İndi isə gəlin mətnimizi oxuyaq. Əmir və loğman. Əmir. Deyilənə görə, diqqətinizi yönəldirən bir dənə bu sözə, deyilənə görədirsə, deməli bizim bugün oxuduğumuz mətn rəvayətdir. Deyilənə görə bir gün Buxara əmiri ağır xəstələnmişdi. Sarayda olan həkimlərin heç biri onun dərdinə çarə tapa bilmir. Ağrıdan əziyyət çəkən hökmdar əmr edir ki, bilikli bir həkim axtarıb tapsınlar. Sarayın vəziri əmirin yatağına yaxınlaşıb baş əyir. Ya əmir, ölkədə sizi müayinə etməyən daha heç bir həkim qalmayıb. Bircə Hüseyin adında yenicə həkimliyə başlamış bir nəfər var. Onu da hüzurunuza gətirməyə cürət etmədik. Çünki çox cavandır, təcrübəsizdir. Çarəsiz kəsilmiş əmir yeniyetmə həkimin onu müayinə etməsinə razılıq verir. Hüseyni əmrin hüzuruna gətirirlər. Əmirin yatağının yanında yağlı plov, cürbəcür şirniyyatlar düzülmüşdü. Əmir güclə nəfəs alır, oynaqlarının ağrısından yata bilmirdi. Gənc həkim başa düşür ki, əmirin xəstəliklərinin əsas səbəbi onun düzgün qidalanmaması və hərəkətsizliyidir. Hüseyin əmri müayinə etdikdən sonra ona pəhriz təyin edir. Saray həkimləri bir-birinə baxıb dodaqaltı gülürlər. Çarəsiz qalan əmir Hüseynin müalicəsini qəbul edir. Bir həftədən sonra Hüseyin əmirin yanına gəlir. Onun müalicəsi müsbət nəticə vermişdi. Əmir ağrılardan qurtulmuşdu. Özünü xeyli yaxşı hiss edirdi. O, gənc həkimi hörmətlə qarşılayıb tərifləyir və soruşur. Bu yaxşılığının qarşılığında məndən nə istəyirsən? Saray həkimləri pıçıldaşırlar. Uşağın necə də bəxti gətirdi. İndi nə qədər var dövlət istəsə, əmir onu verəcək. Hüseyin isə üzünü əmirə tutub dedi. Ya əmir, mən var dövlət istəmirəm. Mənim üçün kitabdan böyük dövlət yoxdur. Saray kitabxanasında mütaliə etmək çoxdankı arzumdur. Xidmətimin qarşılığında kitabxanaya giriş icazəsi istəyirəm. O dövrdə Buxara kitabxanası İskəndəriyyə kitabxanasından sonra dünyada ikinci böyük kitabxana idi. Burada kitabların sayı hesabı yox idi. Elə bu, saray adamları gənc həkimin arzusuna gülüşdülər. Əmir də Hüseynin arzusuna bir qədər təəccüblənsə də anladı ki, gənc həkimin onu sağaltması təsadüfi deyilmiş. Əmir onu sarayın baş həkimi vəzifəsinə təyin edir. Hüseyin zəngin saray kitabxanasındakı kitabları mütaliə edərək biliklərini genişləndirir. Bu gənc həkim gələcəyin dünya şöhrətli alimi İbn Sina idi. Gördüyünüz mətnlə tanış olduq. Gəlin ilk növbədə mətnindəki sözlərin
daha doğrusu söz mücürsünə diqqət yetirək. Bəxti gətirmək, müayinə etmək, dodaqaltı, çarəsiz kəsilmək və pəhriz. Bu sözlərin izahına baxaq. Bəxti gətirmək nədir? Şanslı olmaq, uğur qazanmaq, yəni çox çətinlik çəkmədən uğur qazanmaqdır bəxti gətirmək. Müayinə etmək, hər tərəfli yoxlamaq və nəzərdən keçirmək kimi izah olunur. Dodaqaltı, bu yavaşcadan, pəstən-pəstən, öz-özünə və ya istehza ilə gülümsünürlər, birdən ya deyinirlər dodaqaltı. Yəni bu dodaqaltı sözündə bu cür izah edirik. Çarəsi kəsilmək isə ümidsiz qalmaq, çıxış yolu tapa bilməyəndə biz çarəsi kəsilmək frazoloji ifadəsini işlədirik. Pəhriz isə, pəhriz sözünü necə? Pəhriz arıqlamaq və ya müalicə olunmaq üçün müəyyən yemək rejimi anlamına gəlir. Mətn haqqında, mətn çox sadə dildə yazılıb. Düşünürəm ki, oxuduğum mətni hər kəsə aydın oldu. Əgər aydın olmasa, neysə sualınız olsa qeyd edə bilərsiniz. Gəlin tapşırıqlarımıza nəzər yetirək. Bir dəqiqə. B tapşırığında oxuyuruq, söz ehtiyatımızı artırırıq. Verilmiş frazoloji birləşmələrin mənasını təxmin edin, lüğət vasitəsilə yoxlayın. Çarə və əlac sözlərinin sinonimi olduğunu əsaslandırın. Burada baxırıq sözlərə: çarəsiz kəsilmək, əlac tapmaq, əlacı kəsilmək, başına çarə qılmaq. Burada sinonim olaraq çarəsi kəsilmək və ya əlacı kəsilmək sözü yaxın mənalı ifadəni bildirir. Hər ikisi frazoloji birləşmədir. Əlac tapmaq, başına çarə qılmaq da, qılmaq sözləri də bir-biri ilə sinonimdir. Bu yüzdən siz fikir verin, əlac sözü və çarə sözü hər ikisindədir. Əlacı kəsilmək, çarəsi kəsilmək kimi götürəndə əlac və çarə sözü də bir-birinə sinonimdir və əlac tapmaq və ya başına çarə qılmaq yenə də əlac çarə sözlərini burada da sinonimdirlər və yaxın mənalı olduqları üçün bir-birini əvəz edə bilirlər. Sonra C tapşırığına nəzər yetirək. Kontekstə bax, bəxti gətirmək ifadəsinin mənasını izah edin. Aşağıdakılardan hansı bu ifadəni əvəz edə bilər? Biz dedik ki, bəxti gətirmək nə idi? Şanslı olmaq, çox əziyyət çəkmədən bir uğur qazanmaq kimi belə izah edə bilərik. Baxırıq, bəxtindən küsmək, bəxti yatmaq, bəxti üzünə gülmək, bəxtinə çıxmaq, bəxti bağlanmaq sözləri verilibdir. Bəxti gətirmək sözü hansı sözlə sinonim olacaqdır? Burada bəxti üzünə gülmək sözü təbii ki, sinonim söz olaraq belə bir-birinə belə deyək də sinonimi bəxti gətirmək C variantındakı bəxti üzünə gülməklə sinonim sözlərdir. Keçirik Ç tapşırığına. Ç tapşırığında mətnə əsasən cümlələri tamamlayın. Deməli, vəzir gənc həkimin əmrin müalicə edəcəyinə inanmırdı. Çünki, nə üçün? Çünki gənc həkim gənc idi və təcrübəsiz idi. O yüzdən belə deyək də çəkinirdi. Əmir gənc həkimi onu müayinə etməsinə razılıq verir, çünki əlacı kəsilmişdi, əlacsız idi, istəyirdi da axırıncı belə deyək də gənc həkim də müayinə etsin, onun müalicə olunsun. Üçüncü, həkim əmirin yatağının yanında yağlı plov və şirniyyatlar görəndə anlayır ki, əmir düzgün qidalanmır və hərəkətsizlikdən bu vəziyyətə düşübdür. Dördüncü, saray adamları gənc həkimin təyin etdiyi müalicəyə gülürlər. Çünki həkim heç bir dərman filan yazmır, ancaq deyir ki, pəhriz tutsun. Əmrə pəhriz təyin edir. Beşinci, əmir həkimin arzusunu eşidəndə təəccüblənir, çünki o var dövlət deyir. Kitabxanadan, saray kitabxanasındakı kitablardan istifadə etmək, mütaliə etmək üçün ondan icazə istəyir. Dəyərli izləyicilər, deməli, cümlələrin davamını aşağıdan yazdım. Düşünürəm ki, aydın olar sizə. Gənc həkim, vəzir gənc həkimi əmri müalicə etməyə edəcəyinə inanmır, çünki o çox cavan, təcrübəsiz idi.
Əmir gənc həkimin onun müayinə etməsinə razılıq verir, çünki başqa çarəsi qalmır. Sonra üçüncü, həkim əmirin yatağının yanında yağlı plov və şirniyyatlar görəndə anlayır ki, aşağıda yazmışam, əmir düzgün qidalanmır və hərəkətsizdir. 4. Saray adamları gənc həkimin təyin etdiyi müalicəyə gülürlər, çünki o xüsusi bir müalicə yazmır, yalnız pəhriz təyin edir. 5. Əmir həkimin arzusunu eşidəndə təəccüblənir, çünki xidmətinin əvəzinə saray kitabxanasına giriş icazəsi alır. Əmir və Loğman mətninin rəvayət olduğunu əsaslandırın. Yadınızda rəvayət olduğu üçün mən hansı sözlə başlamalıydı dedim sizə. Deyilənə görə sözü verilmişdirsə, deməli bu rəvayətdir və ya rəvayətə görə sözləri ilə başlamış olur. Belə keçdik. Sonuncu tapşırığımız nə idi? Bu dəqiqə. Rəvayətdə gənc həkimin hansı xüsusiyyətləri ön plana çəkilir? Burada onun hansı xüsusiyyəti ön plana çəkilir? Deməli, gənc həkim Hüseyn çox gözü tox, savadlı, müşahidəçi, elmə maraqlı bir gənc kimi olan, daha doğrusu onun bu xüsusiyyətləri ön plana çəkilir. Belə. Bugünlük bu qədər dəyərli dostlar. Növbəti dərs izahlarında da görüşənə qədər hər kəsə uğurlar.